Xoş gördük əziz dinləyicilər. Bilirsiniz, mən dünənləri bir ürək ağrıdıcı bir hadisənin Türkiyədə baş verməsindən danışdım. Yəni 510 Ukraynalı yetim uşaqların Türkiyədə gördüyü pis müamilədən danışdım. Bundan danışdıqdan sonra rəylərimdə də çox görürəm, çox dəstəklər var, amma çox insanlar da görürəm yazır ki, bu türk düşmənçiliyi hardan gəlir, bu türk düşmənçiliyidir və buna 2020-ci ildə Azərbaycan müharibəsində qatırlar ki, bizə yardım etdilər. Baxın, mənim əzizlərim, biz ümumiyyətlə kimik? Biz türkük. Biz bir-birimizi sevirik. Sevgi tənqid etməkdir. Sevgi boş-boşuna, mənasız yerə, mənasız adamları qaldırıb büt etmək deyil. Sevgi tənqid eləyə bilməkdir. Biz Azərbaycanda tənqid eləyirik, tutaq ki, hökuməti tənqid eləyirik, baş vermiş hər hansı bir hadisəni tənqid eləyirik. Bu yaxınlarda Samirəni tənqid etdik. Yaxşı, biz Azərbaycanı sevmədikmi? Bu sevməməkdirmi? Bu nifrətdirmi? Türkiyənin varlığı çox şey ifadə edir. Türkiyə böyük bir dövlətdir və Türkiyə Azərbaycanın qardaşı. Biz istəyirik ki, bizdən bir baş belə Türkiyədə hər şey yaxşı olsun. Biz istəyirik ki, Türkiyədə demokratiya olsun. Biz istəyirik Türkiyədə inkişaf olsun. Çünki Türkiyə avangarddır. İstər-istəməz biz də o yaxşılıqdan bəhrə götürəcəyik, təsir alacağıq. Türkiyə bizim regionumuzda ən vacib ölkədir və Azərbaycanın qarantiyası olan bir ölkədir. Biz hər hansı bir olan hadisəni tənqid etdikdə sizdən rica edirəm bu formada yanaşmayın. Türkiyə düşmə, biz bütpərəst deyilik. Biz tənqid etməyi bacarmalıyıq, sevməyi də bacarmalıyıq. 2020-ci ildə baş vermiş Azərbaycan müharibəsində Türkiyənin dəstəyi inanılmazdır, çox gözəldir. Alqışlayırıq, nə gözəl, əla. Amma bugün baş vermiş orada bu hadisəni və yaxud da baş vermiş o ixvançıların, bu təriqət mollalarının apardığı o siyasəti və yaxud da ki, düşdüyü bu bataqlıqdan danışmayaqmı, deməyəkmi, deməyək özümüzü ayıltmayaqmı? 30 mindən çox insan Azərbaycanlı Türkiyədə təhsil alır. Onlar orada, bu dəqiqə artıq orada universitetlərin çoxunda hansısa firqələrin rəhbərləri var. Biz istəyirikmi bizim ölkəyə başqa din gəlsin, başqa məzhəblər gəlsin, iradələr gəlsin. Bu günləri danışırlar, güya Peyğəmbərin eşşəyin göndərib Əbu Bəkiri çağırsın, Əbu Bəkir eşşəyi çağırıb gətirir. Yəni bu fəlsəfəni istəyirikmi? İstəyirikmi Azərbaycanda yenə də işıda qoşulan minlərlə Azərbaycanlı əziyyət çəkir? Biz bunu istəyirikmi? Biz istəyirikmi hansısa ölkədən bizə yenə də hansısa kimlərsə təriqət gətirsin, kimlərsə nurçuluğu gətirsin, fətullaçılığı gətirsin, mənzil cəmaatini gətirsin. Bunlar bərbaddılar. Türkiyə bizim qardaşımızdır, amma bu bərbadlıqlar içində boğulur. Bu sosial və dini firqələrin içində məhv olur Türkiyə. Türkiyə artıq bir ərəb ölkəsinə çevrilir. Biz bunu deməyəkmi? Biz bunları deyəndə Türkiyənin düşməni mi olur? Xeyr, ən çox türkü sevənlərdən biri mənəm. İnanın mənə türk barədə, türklər barədə, türkün qızıl kitabı barəsində oxuyanda sizlər inanın mənə çox bundan xəbəri yoxdur. Amma türkçülük o demək deyil ki, vətənpərvərlik o demək deyil ki, sən bütün nöqsanları tərifləyəcəksən, bütün nöqsanları görməməyə çalışacaqsan, bütün o yaramazlıqları görməməyə çalışacaqsan. Bu günləri o uşaqlara orada zorlanmış uşaqlardan danışanda, bu bilirsiniz hansı təfəkkürdür? Bu Muaviyyənin təfəkkürüdür. Hansı o Muaviyyənin təfəkkürü ki, Həzrəti Peyğəmbər əleyhissalamı alçaldırdı. Deyirdi güya Peyğəmbər 9 yaşında Ayşə ilə. O təfəkkür sahibləridir bu günləri Ukraynanın kiçik balaca uşaqlarına belə təcavüz edir. Çünki onun əxlaqı odur ki, Peyğəmbərimiz 9 yaşında qızla evlənibsə, elə biz də eləməliyik də. Elə inanır. Bu Muaviyyənin təsiridir. Bu Muaviyyənin alçaqlıqlarıdır gəlib İslamın üzərinə tökülür və bu günləri o firqəçilər bundan istifadə edirlər. Və bu da bərbadçılıqdır. Yəni, tənqid etmək vətəni sevməkdir. Tənqid etmək bir ölkəni sevməkdir. Yoxsa ki, mən Ermənistanda bu hadisələr baş versəm, o tənqid eləmsə, güləcəkdim, dedim, əla, belə deyim, bir buruzu qırın. Düzdürmü? Hansısa bir nifrət etdiyimiz ölkədə, tutaq ki, Rusiyada bu günləri hər hansı bir hadisə baş verir. Çünki Rusiya işğalçıdır. Rusiyada hər hansı bir çatışmazlıqlar baş verində, şəxsən mən sevinirəm, tənqid eləmirəm. Niyə tənqid eləyim ki? Çünki sevmirəm. Sevdiyin yeri tənqid eləyərlər. Sevdiyin yeri tənqid elirsən ki, ora düzəlsin. Ona görə də mənim gözəl qardaşlarım, biz Türkiyəni sevirik, Türkiyə dövlət olaraq sevirik, amma biz mədəniyyət etibarilə, biz din etibarilə, əxlaq etibarilə, vicdan etibarilə həqiqətən onlardan yüksəkdəyik. Biz bundan fəxr etməliyik. Təşəkkür edirəm diqqətinizə görə.